Kəlbəcərin Dəli Dağ ərazisində dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə yerləşən isti su Azərbaycanın ən məşhur mineral su yataqlarından biridir. Mənbədə su 60 dərəcədən yüksək temperaturda çıxır. Tərkibinə görə gündəlik istifadə üçün yararlı hesab olunan təbii qazlı isti su zəngin və balanslaşdırılmış mineral tərkibi ilə seçilir. Xarici mütəxəssislər də suyun xüsusiyyətləri ilə bağlı müsbət rəylər bildirirlər. İsti su mineral suyunun istehsalına ilk dəfə 1976-cı ildə başlanılıb. Lakin 1993-cü ildə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasından sonra zavodun fəaliyyəti dayandırılıb. 2020-ci ildə Qarabağın işğaldan azad edilməsindən sonra bölgədə geniş miqyaslı bərpa, quruculuq işlərinə start verilib. Bu çərçivədə 2022-ci ilin 26 iyun tarixində Prezident İlham Əliyev tərəfindən Kəlbəcərdə isti su mineral su zavodunun təməli qoyulub. Müəssisədə tikinti və quraşdırma işləri 2024-cü ildə tam başa çatdırılıb. 2024-cü ilin 2 sentyabr tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə zavodun açılışı olub. Bununla da uzun fasilədən sonra isti su mineral suyunun istehsalı yenidən bərpa edilib. Hazırda zavodun illik istehsal gücü 100 milyon butulkadan artıqdır. Müəssisədə bütün istehsal prosesləri yerli və beynəlxalq standartlara uyğun təşkil olunub. Zavodda avtomatlaşdırılmış su doldurma xəttləri və robotlaşdırılmış anbar idarəetmə sistemi quraşdırılıb. Ən son Alman texnologiyalarının tətbiqi suyun təbii xüsusiyyətlərinin qorunmasına və yüksək keyfiyyətli məhsul istehsalına imkan yaradır. İstehsal olunan suyun tərkib göstəriciləri dünyanın aparıcı laboratoriyalarında yoxlanılır. Müəssisədə ətraf mühitin qorunmasına da xüsusi diqqət yetirilir. Tullantıların minimuma endirilməsi və enerji sərfiyyatına qənaət məqsədi ilə müasir texnologiyalardan istifadə olunur. Hazırda zavodda 96 nəfər çalışır, onlardan 54-ü Kəlbəcər sakinidir. Bugün sevinç ilə deyə bilərəm ki, işğaldan azad olunmuş Kəlbəcərdə yenidən həyat qurmaq bizim üçün sadəcə bir fürsət deyil, həm də böyük bir xoşbəxtlikdir. Dövlətimizin göstərdiyi diqqət və qayğı sayəsində mənzillə təmin olunmuşam. Bu bizim kimi ailələrə çox böyük dəstəkdir. Uzun illər həsrətində olduğumuz doğma torpaqda, öz evimizdə yaşamaq sözlə ifadə olunmayacaq qədər dəyərli bir hissdir. Hal-hazırda Kəlbəcər rayonunda yerləşən İsti su mineral su zavodunda mühasib kimi fəaliyyət göstərirəm. Doğma rayonunda işləmək, onun inkişafına öz töhfəmi vermək mənim üçün böyük qürur mənbəyidir. Burada yaradılan iş şəraiti, yeni imkanlar insanı daha da həvəsləndirir. Bu səbəbdən göstərilən diqqət və qayğıya görə dövlətimizə dərin təşəkkürümü bildirirəm. Çünki biz bugün bu qayğı və dəstək sayəsində yenidən öz yurdumuzda xoşbəxt şəkildə yaşayır və çalışırıq. Qeyd edək ki, isti su mineral suyu hazırda bir sıra xarici ölkələrə ixrac olunur və məhsulun dünya bazarındakı ixrac potensialı getdikcə artırılır. Elgün Gəncimsoy, Fəxri Məmmədov, Layiq Qələndərli, APA TV, Kəlbəcər.